Toyuqları bax biz burada saxlayırdıq. Necə? Burada? Bəli, saxlayırdıq nədir? Öz doğma balamız kimi bəsləyib əzizləyirdik. Elə mehriban, elə gözəl toyuqlar idi ki, ancaq bu yerlərin bir qənimi var, o da küləkdir, külək. Külək deyil, əsən fələkdir. Toyuqlarımızı elə öpürüb aparıb ki, bir də qalmayıb sizə göstərək suvenir kimi. Baxın, burada bir toyuq görsəz, buyurun, tüpürün üzümə. Mən sizdən heç bir şey gizlətmərəm. Kaş buradakı fermanı əvvəllər görəydiniz. Ürəyiniz dağa dönərdi. Səliqə, səhman. Mən burada fəhlələr üçün hər cür şərait yaratmışdım. Yaxşı, bütün bunları bildik. Bəs inəkləriniz hardadır? Rayona verdiyiniz məlumatlarda göstərilən inəklər. Amansızcasına, insafsızcasına 40 gün 40 gecə əsən külək 203 baş malı Xəzər kimi süpürüb apardı. Bundan da böyük faciə ola bilərmi? Yaxşı, bəs bu nədir? Belə məlum olur ki, qoyunçuluq fermasından qalan təkcə bir qoyundur. Bəs necə olub külək bunu apara bilməyib? Amansız küləyə qarşı ancaq o qoyun tab gətirə bildi. Fəqət külək onun başını kəsdi, dərisini soydu. Buyurub, nuş edə bilərsiniz. Çox sağ olun. Bizə hər şey aydın oldu. Küləklə kəsilən qoyunun əti elə havadan buluddan olar. Xudafiz. Ayami, buranın müdürünü harda tapa bilərik? Təzə müdür göndərməyiblər ayol. Köhnə müdürümüzü isə külək yapardı. Buradan çox uzaqlara. Hansı külək? Kələklə arası olmayan külək.